Hər kəsi salamlayıram. Bu videoda Dimin sınaqlar toplusundan 12-ci, yəni ümumi sınağın izahını verəcəm. Keçək izaha. Birinci sualda verilib ki, cədvəldə faylların adları və onların informasiya həcmləri verib. Bütün qrafik faylların diskdəki həcmini müəyyənləşdir. Qrafik faylları əvvəlcə tapaq. Doc mətn faylıdır. Bunu çıxdım. Bəli, JPEG olacaq şəkil faylıdır. MIDI səsdir, PLV videodur, AU səsdir. Amma ODG ilə TIFF-də bilirik ki, şəkil faylıdır. Deməli, bu faylların bizə öz həcmlərini verib. Bunların diskdə tutduğu həcmi tapmaq üçün əvvəlcə klaster lazımdır. Yəni, neçə klaster yer tutur. Sonra tapdığımız klaster sayını klasterin həcminə vuracağıq. Burada toplayıb bir yerdə bölə bilmərəm. Çünki hər fayl, yəni diskdə ayrıca klaster yer tutur. Ona görə də biz ayrı-ayrı tapmalıyıq ki, düzgün cavabı ala bilək. 230-u bölürük 16-ya. Burada deməli, düşür 14 dəfə, qalıqla bir yerdə olur 15 klaster. Tapdığımız bu klaster sayını klasterin həcminə vursaq, diskdəki həcmini tapa bilərik. Sonra o biri fayl 202-dir. Bunu da klasterin həcminə bölsəm 12 dəfə düşəcək. Qalıqla bir yerdə 13 klaster olacaq. Çünki bilirik ki, yəni faylın qalığını ata bilmərik ki, onu da yeni bir klasterə yerləşdiririk. Ona görə həmin o qalığı da üzərinə 1 kimi gəlirik. İndi klaster sayı 13-dür. Klasterin həcmi yenə 16-dır. Vuranda da 208 kilobayt alırıq. 324-ü də yenə 16-ya bölürəm. Yəni neçə klaster yer tutduğunu tapmaq üçün. 20 olur, amma qalıqla bir yerdə 21 klaster yer tutur. 21-i də klasterin həcminə vursam 336 kilobayt alıram. Bu üçünü də toplayıram. Çünki diskdə ümumi həcmini istəyir bu 3 faylın. Bu da 784 kilobaytı verir. Olur Y variantı. Proqramın təyinatını müəyyənləşdirin. Əvvəlcə baxıram ki, N-ə necə bir ədəd verməliyəm. Bunu variantlara görə müəyyənləşdirirəm. Ola bilər bəlkə mən N-ə 9 verərəm, yəni kiçik bir ədəd verərəm. Ola bilər böyük, yəni bir neçə rəqəmi çox olan bir ədəd verərəm. Və baxıram ki, variantlarda soldan, sağdan ilk mərtəbədən söhbət gedir. Deməli, bu, yəni bir rəqəmli olmamalıdır. Ən azı 2, 3 olmalıdır. Mən də 3 rəqəmli verirəm ki, yəni təyinatı daha, belə deyək də, aydın görünsün. N böyükdürmü 9-dan? Bəli, 352 9-dan böyükdür. D bərabər N-i 10-a böləndə qalığı götürür, yəni 2-ni. İndi şərt verib ki, M, yəni 0 kiçikdirmi D-dən? Bəli. Onda deyir, M-i D-yə bərabər götür, yəni 2-yə. Sonra N-i 10-a böləndə tam hissəni ayırır buradan, 35-i. Və buradan geri qayıdır əvvələ. İkinci dəfə şərt verir ki, 35 böyükdürmü 9-dan? Bəli. N-i 10-a böləndə qalıq. 35-i 10-a böləndə qalıq isə 5 düşür. İndi M, yəni 2, kiçikdirmi D-dən, 5-dən? Bəli, yenə şərt ödənir. Ona görə M, D-nin həmin o qiymətini yenə götürür. Və N-i 10-a böləndə tam hissə bu dəfə yəni 3 qalır. Və geri qaydanda əvvələ şərt ödənmir. Çünki 3 böyükdürmü 9-dan yox cavabı alırıq. Və buradan mənə aydın olur ki, mən necə də bir ədəd daxil eləsəm, bu ilk rəqəmi heç cürə götürə bilməyəcəm. Məsəl üçün, 987 laf daxil eləyək. Ədədin ən böyük rəqəmi 9-dur da. Gəlib ən axırıncı rəqəmə bu 9-a çatanda, 9 böyükdürmü 9-dan yenə yox cavabı alacam. Deməli, bu gəlib hara düşür, yəni ilk rəqəm? Soldan ilk mərtəbəyə düşür də. Yəni, bunu nəzərə almır. Soldan ilk mərtəbəni nəzərə almadan. Başqa da yenə var. Soldan ilk mərtəbəni nəzərə almadan. İndi nəyi götürür? M-in qiymətini çapa verir. M də baxıram ki, qalan rəqəmlərin içərisindən 2 ilə 5-in içərisindən 5-i götürdü. Yəni, maksimal olan rəqəmini götürdü də. Deməli, soldan ilk mərtəbəni nəzərə almadan maksimal rəqəmini çapa verir ədədin. Sonra 3-cü sual deyir, proqramın nəticəsini müəyyənləşdirin. Burada i-nin qiyməti olur 1 əvvəlcə. Və şərt verib ki, A-da 1-1, yəni 0-cı element böyük bərabərdirmi A-da i-nin qiyməti 1-dir də, A-da 1-ci elementdən. İndeksləyək.
A-da deməli 0-cı element 7-dir. 7 böyük bərabərdirmi 1-dən? Bəli, şərt ödənir. Onda T bərabər olur A-da birinci elementə. Yəni 1-ə. A-da birinci element isə bərabər olur 1 çıx 1. Yəni A-da 0-cı elementə. A-da 0-cı element də 7-dir. Bilirik ki, bu yazılışda artıq qiymət dəyişir. Yəni siyahının elementi yeni qiymət alır. Onda A-da birinci elementin üzərinə xətt çəkib 7 yazıram. Sonra isə verib ki, A-da 0-cı element, yəni 1 çıx 1 0 alırıq da, bərabərdir T-yə. Yəni T-nin qiyməti də 1 idi. A-da 0-cı elementin qiyməti də dəyişir 1 olur. Və buradan onu anlayıram ki, siyahının elementini özündən sonraki ilə müqayisə edir. Əgər özü sonrakından böyükdürsə və yaxud da bərabərdirsə, onda onların yerini dəyişir. Deməli, 7-ni müqayisə elədimmi, keçirəm sonra 1-i müqayisə eləyirəm. Birinci elementi də, yəni i1 olanda, çünki gəlib birinci elementə düşəcək. Üzr istəyirəm, i2 olanda gəlib artıq belə müqayisə alınacaq da. A-da birinci element böyük bərabərdirmi? A-da ikinci elementdən. Artıq A-da birinci element dəyişib 7 olub. Müqayisə eləyirəm ki, 7 böyükdür 8-dən. Yox cavabı alıram. Və əks halda da C-ni hesablayır. Bizdən də C-nin qiymətini soruşur axırda. Deməli, C-ni 1 vaid artırmışam hələ ki, C olub 1. Növbəti dəfə indi 7 ilə 8-i müqayisə elədi. Ondan sonra artıq keçir 8-ə. Heç dövr yazmıram da, eləcə yazıram. 8 böyükdür 9-dan. Yenə yox cavabı alıram. Deməli, onda yenə C-ni 1 vaid artıracam, 2 olacaq. 8-i müqayisə elədimmi, sonra keçirəm 9-a. 9 böyükdürmü ondan? Yenə yox cavabı alıram. Yox cavabı alanda C-ni bir də artıracam, C 3 olacaq. 9-u da müqayisə elədimmi, keçirəm 10-a. İndi onda şərt ödənir deyə bu tərəfi silək. Onda şərt ödənir. Çünki 10 özündən sonraki, yəni gələn elementdən böyük olmasa da bərabərdir. Yəni şərti ödəyir. Onda bunların yerini dəyişməlidir də. Biz yəni qayda ilə, məntiqlə elə tutduq. 7 ilə 1-də necə ki yerlərini dəyişmişdi, bunların da yerini dəyişir. Düzdür, bir fərq olmasa da, çünki ikisi də eyni daxı, yenə də amma yerlərini dəyişəcək. Sonra artıq keçir, bu biri onu müqayisə eləyir. 10 böyükdürmü 9-dan? Bəli, böyükdür. Onda yenə yerlərini dəyişir. Yəni bu 9 olur, bu isə 10 olur. Sonra keçir bu biri, yəni 6-cı elementi deyək də müqayisə etməyə. 10 9-dan, yəni özündən sonrakından böyükdürmü? Bəli. Onda bu 9 olur, təzədən dəyişir. Bu isə 10 olur. Sonra keçir bu birisini müqayisə eləyir. 10, yəni özündən sonraki gələn element 6-dan böyükdürmü? Bəli. Onda bu 6 olur, bu 10 olur. Sonra keçir 8-ci elementi müqayisə edir. 10, 11-dən böyükdürmü? Xeyr. Bax, burada şərt ödənmədi deyə bir də əks haldaya düşür. C-ni 3 idi də 1 vaid artırır, 4 olur. Deməli, dövr bitir də, çünki siyahının elementi artıq qalmır. Dövr çünki 9-a qədər gedir. Vəssalam, bundan sonra da C olur 4. Proqramın nəticəsini müəyyənləşdirin 4-cü sualda. Deməli, dəqiq nə yazdıq variantı. 4-cü suala baxaq. ST yazılıb, yəni bunu əslində D kimi də götürə bilərik, qarışdırmamaq üçün. Bu, çaşdırmaq üçün verirlər bu formada. D bərabərdir S plus S-ə. Siyahı ilə siyahını toplayanda nə olur? Birləşmə, düzdürmü? İki siyahını yanaşı formada yazır da sadəcə olaraq. Və bizə bu S siyahısı sonradan lazım olmur deyə, mən bunu gəlin silim, elə burada D yazım. Bu siyahını davam edeyim. 2 dəfə yanaşı yazacağım da. 25, 100, 35, 50 və 70 olaraq. Yəni, eyni siyahı yanaşı yazıldı. İndi dövr eləyək. I-nin ilk qiyməti 0-dır. Və sum dəyişəni bərabər olur. Sum plus, yəni 0 plus. D-də 0-cı elementə. D-də 0-cı element də 25-dir. Götürür, 0-la 25-i cəmləyir. İkinci dəfə i-nin qiyməti 1 olanda sum bərabər olur. Sum plus, yəni 25 plus D-də birinci elementə. Yəni 25 plus D-də birinci elementdə 100-ə düşür. Buradan görünür ki, siyahının elementlərini bir-bir götürür, cəmləyir. Amma hara qədər? I-nin qiyməti baxıram ki, 0-dan neçəyə qədərdir?
7-yə qədər də 8-in özünü götürmür. Deməli, bax bura qədər ki, bu indeksli elementlərini cəmləyəcək. İndeksləyəndə də 2, 3, 4, 5, 6, 7. Deməli, bax bu ikisini götürmədən qalan elementlərin cəmini tapacaq. Bunları da birbaşa cəmləsək, 25, deməli, yuxarıdan yazım, 25 plus 100 plus deməli 35 üstünə gəl 50 plus 70 plus 25 plus 100 plus 35 eləyir. Yəni bu elementlərin cəmi də bizə verir 440-ı. Olur A variantı 4-də də. 5. Daxil edilən deyir, bu ədəd üçün proqramın nəticəsini müəyyənləşdirin. Input bilirik ki, sətr tipində yəni qiymət daxil edir. Ona görə daxil etdiyim bu yəni elementi sətr tipi kimi götürür. 3, 2, 5, 2, 1. Sonra list etdikdə, yəni list formasına saldıqda sətrin elementlərini, simvollarını siyahının elementinə çevirir. Sonra da bilirik ki, azdan çoxa düzür. Yəni 1, sonra 2, yenə 2 gəlir. Sonra 3, bir də 5 var. Olur bu formada. İndi x, B siyahısının elementlərini bir-bir götürəcək. X-in birinci qiyməti olacaq dırnaqda 1. Deyir, dırnaqda 1 bərabərdir dırnaqda 2-yə. Xeyr, şərt ödənmir deyə geri qayıdır əvvələ. Buradan əslində görünür də, yəni x bu siyahının elementlərini bir-bir götürəcək axı. Və x-in növbəti qiyməti dırnaqda 2 olacaq. Deyir, dırnaqda 2 bərabərdirmi 2-yə? Bəli. Deməli, siyahının hansı elementləri 2-dirsə, ancaq orada şərt ödənəcək. Bir görüm şərt ödənəndə, yəni hansı əməliyyatı icra edir? Siyahının sonuna bir dənə 0 əlavə eləyir. Onu da elə bu hissədən silim, birbaşa əlavə eləyim. 2 dənə 2 var da siyahıda. Deməli, 2 dəfə şərt ödənəcək. Ona görə də 2 dənə 0 elementini siyahıya əlavə eləyəcək. Yəni, dövr bitdikdən sonra siyahı olacaq da yuxarıdakı formada. Yəni, belə. Bundan sonra isə join bilirik ki, siyahını sətrə çevirir. Ancaq burada dırnağın içərisində 3 yazıbsa, hər vergülü görəndə vergülün əvəzinə 3 yazır. Normalda belədir də yazılışı. Dırnaq açılır, bağlanır, nöqtə join B yazılır. Belə olduqda bitişik çevirir. Amma dırnağın arasına hansısa simvol yazıbsa, vergüllərin əvəzinə həmin simvolu yerləşdirir. Deməli 1, sonra vergül gəlir, yazır 3. Sonra 2, vergül gəlir, deməli yazır 3. Deməli, sonra gəlir yenə 2, vergül gəlir, yazır 3. Deməli, sonra gəlir 3, vergül gəlir, onun yerinə yazır 3. Sonra gəlir 5, vergül gəlir, əvəzinə 3 yazır. Sonra gəlir, deməli, 0, vergül gəlir, əvəzinə 3, sonra gəlir 0. Belə bir element alınmalıdır. 1, 3, 2, 3, 2, deməli, 3 dənə 3, 53, 0, 30. Əslində, axırından bilmək olur da 0-30 kimi qutaran harda var? Yəni, bir budur, bir də budur 0-30 kimi bitən. Bunlara avtomatik çıxmaq olar. Çünki 303 ilə bitib. Bunları çıxa bilərik. Bu da təbii ki, qısadır. Yəni, olacaq Y variantı. 6. Ardıcıl olaraq A-ya 3, B-yə isə 4 qiymətləri daxil edilib. Nə yazıb? Qeyd boşluq simvollarını nəzərə almaq lazımdır. İndi birinci dövrdə i-nin qiymətləri ümumiyyətlə görək hardan hara dəyişir. 1-dən A plus 1-ə qədər. 3 üstə gəl 1 burada 4-ü verir. Yəni 1-dən təbii ki 4-ün özünü götürmür, 3-ə qədər dəyişir. Deməli 3 dəfə dövr gedəcək. i 1 olduqda yoxlayırıq şərti. 1 bərabərdirmi 1-ə? Or 1 bərabərdirmi? Deməli A-ya, yəni 3-ə. Or olanda bilirik ki və ya da axı. Yəni, iki tərəfdən birində şərt ödənmək kifayət eləyir. Bu tərəfdə şərt doğrudur deyə, deməli, şərt ödənir. Onda, deməli, printin daxilindəki bunu çapa verəcək. B-ni, yəni 4-ü vuracaq. Dırnaqda ulduz, sonra biraz da boşluq var. Və birazca da boşluq qoyur. Bilirik ki, sətri, yəni sətri, ədədə vuranda ədəd qədər sətir qaytarır. 4 dənə bax bundan qaytaracaq. Ulduz yanına boşluq çap elədimi? Yenə ulduz yanına boşluq. Ulduz yanına boşluq.
ulduz yanına boşluq. Əslində belə deyim də, burada boşluq simvolları da var deyə. 1, 2, 3, 4, 5, 6, 7 belə gedib. Çünki ulduzun yanında boşluq var deyə. Sonra gəlir deməli növbəti dövr. İkinci dəfə i2 olduqda. Artıq i2 olduqda şərt ödənmir də. Çünki nə 2 1-ə bərabər deyil, nə də 2 3-ə bərabər deyil. Onda əks haldan hesablayıram. Deməli, əvvəlcə boşluq var burada. Boşluqla biraz boşluq qoyur, sonra ulduzu çapa verir. Belə. Amma sətirlər burada toplanır deyə hələ ki saxlayıram. Üstə gəl. 2 vur B. 4-ü 2-yə vuranda 8, 5-dən də çıxanda 1, yəni 3-ü verir. 3-ü vurur dırnaqda boşluğa. 3-ü dırnaqda boşluğa vuranda burada 3 dənə boşluq, yəni belə deyək də simvolu olur. Üstə gəl də burada dırnaqda ulduz var. Bilirik ki, sətirlər toplananda birləşmə olur. Deməli, əvvəldə boşluq, sonra ulduz, sonra 3 dənə boşluq, sonra ulduz. Bu formada bir sətir çap olunmalıdır. İndi baxaq. Buradan bir dənə boşluq qoydum. Eləmi? Sonra ulduzu çapa verdik. Sonra 3 dənə boşluq qoydum. 1, 2, 3. Sonra da o biri ulduzu çapa verdim. Və salam. Buradan da əslində bilinir ki, A variantıdır. Çünki bu formada alınıb da birinci sətri. O birində də ulduz biraz içəridədir. Yəni, elə bir variant bir A-dır, bir D-dir. Yəni, D niyə olmur? Çünki dövr 3 dəfə gedir də. 3 dəfə dövr gedirsə, nətər 4 dənə sətir çap eləsin? Lap yenə də yoxlayaq. Yəni, izah üçün deyirəm sadəcə. i3 olanda şərt ödənir. Çünki i1 olduqda, ya da i3 olduqda, yəni A-ya bərabər olduqda şərt doğrudur da. Onda yenə də, bax, birinci sətirdəki kimi B-ni 4 dənə, yəni ulduzu belə deyək də, yanında boşluqla çap edir. Birinci sətir elə ki, təzədən alınır da. Olur, yəni A bəndi. Bu 6 idi bəli. Sonra 7. Yeddidə verib ki, daxil edilən 4 qiyməti üçün proqramın nəticəsini müəyyənləşdirin. Daxil etmə buradadır da, int inputdadır. Deməli, F-ə 4 qiyməti daxil edilib. S də bərabərdir, n.split dırnaqda boşluq verir. Bilirik ki, split sətri siyahıya çevirir. Amma burada splitin daxilində boşluq verdiyinə görə hər boşluğu görəndə kəsir, sətri siyahıya çevirir. Onda siyahı belə olacaq da, S bərabərdir dırnaqda Bakı, sonra vergül, is, vergül. Yəni, bir-bir bu cümlə kimi deyək də yazılmış sətrin sözlərini bir-bir götürəcək. Amma belə yazılacaq. Da oldu belə. Ondan sonra K-nı 0 verib, F-də dedik ki 4-dür. I də bərabər olur 0-dan len S-ə qədər. Len S-i saymağa heç ehtiyac yoxdur. Çünki onsuz da indeksdən bir vahid gəlib. Bilirik ki, çox düşür deyə. Yəqin ki, indi belə indekslədim, 6 olacaq bu. I-nin qiymətləri 0-dan 5-ə qədər dəyişəcək. I bərabər olur 0-a birinci dəfə. Şərt verir ki, S-də 0-cı elementin uzunluğu kiçik bərabərdirmi 4-dən? S-də 0-cı element 4-dür. 4 kiçik bərabərdirmi 4-dən? Bəli, onda K-dan 1 çıxır. 0 idi olur -1. Heç o birləri bir-bir yazmıram. Birincidən artıq mahiyyəti tutmaq lazımdır ki, yəni tez bitirək proqramı. Deməli, növbəti dəfə i1 olacaq da. Onda S-də nəyi götürəcək? Birinci elementi. Yəni, bu həmin siyahıdakı elementləri bir-bir götürəcək. Hansıların uzunluğu 4-dən kiçik bərabərdirsə, onda şərt ödənəcək də. Yəni, o zaman K-dan 1 çıxacaq. Hansıların uzunluğu 4-dən azdır? 1, 2, 3, bir də 4. Deməli, 4 dəfə K-dan 1 çıxacaq da. Yəni, K 0 idisə, 4 dənə 1 çıxsa, K olacaq -4. Olacaq A bəndi. Sonra 8-ci sual. Aha, N1, N2 siyahıları verib. N1.remove S. Deməli, remove bilirik ki, siyahıdan elementin birbaşa özünü silir. Yəni,
S-i silir. Təbii ki, elementdən bir neçə dənədirsə, ilk gördüyü S-i siləcək. Qrafiqi də silim. Sonra N2 nöqtə insert R verilib. Yəni, ikinci yerdə dayanan element R olmalıdır. 0, 1, 2. Artıq ikinci yerdə dayanan element R olmalıdırsa, bu M-dən əvvələ bir dənə R artıracaq da. Belə olacaq N2 siyahısı. R, A, yenə R. Çünki 0, 1, 2. Fikir verin, ikinci element R oldu. Sonra qalanı yazacaq. M-dir, I-dir, S-dir, D-dir. Daha sonra delete N2 siyahısında ikinci elementi sildir. Yəni, əlavə etdiyi bu R-i təzədən silir. M1-ə isə R əlavə eləyir. Bax, bura isə bir dənə R əlavə eləyir. Sonra deyir ki, M1 ilə N2-ni topla, siyahınla siyahını toplayır da, onda birləşir, yəni bir siyahının içərisində yazılır. Və onu sətir tipinə çevir. Birinci M1-i yazıb da, indi mən tam bütöv yazmayacağım, sadəcə göstərmək üçün deyirəm. B, S, indi S-i silib, daha doğrusu K, yenə B və s. Bu M1 qutardı mı, ardıca birbaşa N2-ni düzəcək. Bax, R, A, belə düzəcək qutarana qədər. Bunu bir siyahı formasına salandan sonra join sətrə çevirir axı. Sətrə çevirəndə də dırnağın içində heç nə verməyib deyə birləşdirir. Deməli olacaq B, K, B, R. S, R və s. belə düzəcək. İndi bu da bizə lazım deyil bir-bir yazmaq. Çünki deyir ki, həmin bu birləşdirəndən sonra alınmış bu A sətrində R-lərin sayı. Deməli, elə R-lərin sayını soruşur da, ikisi bir yerdə. Burada R deməli 1, 2 dənədir. 2 dənə buradadır. O birinə baxsam, 3 dənə buradadır. Daha birini silmişəm də. Çünki bayaq delete görə sildik. Deməli, 3 dənə onda R olacaq da. 8 olur B bəndi. Əvvəlcə mötərizənin içərisini belə deyək, baxaq. Belə ki, A-nın qiyməti özü də funksiyadır. Yəni, mən burada F2, 2, 3, A-nın yerinə F1, 5, 2, 6 yazanda birinci F1-i tapmalı olacaq. F1 də bax bu hissədədir də. F1, 5, 2, 6 yazanda onda A-nın qiyməti olur 5, uyğun olaraq. Yəni, B-nin qiyməti 2, C-nin qiyməti də 6 olur. Onda deyir, return A vur C üstəgəl B-ni qaytar. A-nı C-yə vuranda 5 dəfə 6, 30, üstünə də B-ni gəlirəm 2, 32. Deməli, F1 funksiyasına 32 qiymətini qaytarır returnə görə. F1 32-dirsə, onda F2-ni yenidən belə alıram da. 2, 3, elə ki, bu hissəyə 32 yazmışam. Yeni funksiya belə alınır. İndi mən F2-ni təzədən tapmalıyam. Bu hissədə F2-nin yerinə yazsam 2, 3, 32. Onda uyğun olaraq A-nın qiyməti 2 olur. Bunlar bizə də lazım deyil. A-nın qiyməti 2 olur. B-nin qiyməti 3, C-nin qiyməti isə 32 olur. Və şərt verib ki, A-nı 2-yə böləndə qalıq 0-dırmı? 2-ni 2-yə böləndə, bəli, qalıq 0-dır. Bəs B kiçikdirmi C-dən? 3 kiçikdirmi 32-dən? Bəli. İki tərəf də ödəndiyinə görə end olanda bilirik ki, şərt ödənir. Onda elə returnun A plus C-ni qaytaracaq. Yəni, əks haldaya baxmayacaq. A ilə C-ni cəmləyəndə də 34 alırıq. Deməli, F2 funksiyasına həmin 34 qiymətini geri qaytarır. Onda yekun cavab burada 34 olur və 34-ü də çapa verir. Tənlik kimidir. Buradan deyir, x-i müəyyənləşdir. Birincisi, hər iki tərəfi eyni ölçü vahidinə çevirmək lazımdır. Bura baytdırsa, bura da baytla, yəni ifadə eləməliyik. Kilobaytı bayta çevirəndə də 2 üstü 10-a vuracam. Ondan sonra sadədir də, yəni 8 bilirəm ki, 2-nin kubudur, üstü də 2 plus x yazıram. Bərabər olur, bu da 2 üstü 8-dir deyə, vuranda üstləri toplasam 2 üstü 18 alıram. İndi 2 üstü 6 plus 3x əgər 2 üstü 18-dirsə, 3x plus 6, 18 olanda 3x olur 12-yə, x də bərabər olur 4-ə. Deməli, onda cavab olur B bəndi. 11. Qonşuluq matrisinə uyğun qrafı müəyyənləşdirin. Bir variantla yoxlayaq. Belə ki, birinci baxıram ki, əlaqəli qrafdımı düzü hamısında elə əlaqəli verib, yəni iki tərəflidir də yollar.
A-dan B-yə də yol var, B-dən də A-ya. Deməli, A-dan nəyə yol var? B-yə, bir də D-yə. B-yə, D-yə. Hələ ki düz gəlir. B-dən də A-ya var, S-yə var, Y-yə var. Yəni, bu birlər bilirik ki, yolların olduğunu göstərir. Sıfırlar da yolların olmadığını göstərir. C-dən də yol var B-yə və salam. D-dən yol var A-ya və Y-yə. Elə bu düz gəlir ki, Y-dən də B-yə, bir də D-yə. Bəli, bu elə A variantı düzdür, yəni. Elə belə o birlərdən də birini məsəl üçün göstərim ki, niyə olmur. Məsələn, verib ki, D-dən A-ya ilə Y-yə yol olmalıdır da burada. D-dən A-ya, bir də Y-yə. D-dən A-ya var, amma Y-yə çəkməyib, baxın, B-yə çəkib yolu. Yəni, bir-bir yoxlasaz, görərsiniz ki, o birlərdə düz gəlməyəcək. Bu belə 14 idi. Yox, 11 idi. İndi 12-yə baxaq. A-nın qiyməti 128-dir. B isə 0-dır. Və şərt verib ki, 128 kiçik bərabərdirmi 2-dən? Xeyr. Şərt ödənmir deyə A-nı 2-yə bölür. Yəni 128-i 2-yə böləndə də 64. B də B plus A-dır da. Yəni A-nın qiyməti dəyişib 64 olub, bax, 64 plus 0, yəni 64-ü götürür. İkinci dəfə geri qayıdır əvvəla, 64 kiçik bərabərdir 2-dən, yox cavabı alıram. Yenə A-nı 2-yə bölür, 32 alır, B bərabərdir 64 plus A, yəni 32 alınır. Bunu bir-bir yazmaq, yəni vaxt itkisi olar. Onsuz da hər dəfə 2-yə bölür, müqayisə edir. Bu çox gedəcək axı. 32 də 2-dən kiçik deyil. Sonra 2-yə böləcək 16 alacaq. 16 da 2-dən kiçik deyil və həmin o 2-yə böləndə əslində 2-nin qüvvətləri alır da. Onları B cəmləyir. 64-ü götürdü, sonra 32-ni götürdü. 32-ni 2-yə böldü, 16-nı götürdü. 16-nı 2-yə böldü, 8. Bir də 2-yə böldü, 4. İndi 4 bay kiçik bərabərdirmi 2-dən yox cavabı alanda 4-ü 2-yə bölür, 2 alır axı, o 2-ni də cəmləyir. Amma növbəti dəfə 2 kiçik bərabərdirmi 2-dən hər qoluna gedir, çıxır dövrdən. Deməli, bura qədər götürüb cəmləyəcək. Bunları da cəmləsək, bu bizə 80-i verir, bu 40-ı verir, üstə də 6, da eləcə 126 olacaq. Deməli, Y variantı. 13. Yarışda iştirak edən 1000 nəfərin kodu minimal bit sayı ilə qeyd olunarsa, finala çıxan 300 idmançının kodu neçə bayt olar? 1000 nəfər, belə deyək də, yarışda iştirak edən şəxs varsa, burada bizi bir nəfərin, belə deyək də, kodu lazımdır. Bu 1000 simvollu əlifbaya bənzəyirmi? Sanki 1000 dənə simvoldan ibarət bir əlifbadır. Biz burada tapmalıyıq ki, bir simvol nə qədər yer tutur? Yəni, bir yarışmacının kodu nə qədər, belə deyək də, həcm tutur? 1000-i də onda 2 kimi göstərim. Çünki bilirəm ki, n bitlə maksimum 2 n sayda simvol kodlaşdırma olur. Bu da 2 9 ilə 2 10 arasında yerləşir. Biz də bilirik ki, özünə yaxın ən böyük 2-nin qüvvətini seçirik. Yəni, bir kod deyək də, bir yarışmaçı üçün istifadə olunan kod 10 bit yer tutursa, 300 yarışmaçı üçün də, 300 idmançı üçün nə qədər yer tutar? Bu da 300 vuraq 10 bit eləyir. Sadəcə bizdən baytdan soruşur deyə bunu 8-ə bölürəm. 3000-i də 8-ə böləndə 375 bayt alınır. Olur Y variantı. Birinci mətni formatlayandan sonra ikinci deyə şəkildəki mətn alınır. Tətbiq olunan formatlama alətlərini tap. Deməli, şriftin növü dəyişdirilib. Xeyr, elə yazıların fikir verin, görünüşü eynidir də, yəni bir dəyişiklik görmürəm. Kursiv şriftdən istifadə olunub. Kursiv bilirik ki, maili, yəni maili yazmadır. O var burada. Bax, paytaxtdır sözü kursivlə yazılıb. Deməli, 2-dən istifadə olunub. Tam düzləndirmə. Normalda bax sola düzləndirib də. Çünki sol tərəfdən düppədüzdür, sağdan isə çıxıntı var burada. Ona görə deməli bu sola düzləndirib. Burada isə bəli, tam düzləndirmə var. Çünki artıq çıxıntısız, yəni. Bax burada fikir versəz, Azərbaycan sözünü bu tərəfə atıb. Bu tərəfə atıb ki, yəni iki tərəfdən də bərabər olsun da. Yəni tam düzləndirmə var. Mərkəzə olmur. Çünki mərkəzə düzləndirmədə mətni elə ki, içəri yığır, mərkəzə iki tərəfdən də çıxıntı qalır. Bu düz deyil.
Sətirlər arası məsafə dəyişdirilib. Bəli, bu görünür də. Birincidə sıx-sıx yazıb, ikincidə yəni sətirlər arası məsafə çoxdur. Qalın şriftdən istifadə olunub. Bu da düzdür. Və burada qalın şrift var, amma yuxarıda yoxdur. 2, 3, 5, 6. 2, 3, 5, 6 olur Y bəndi. Şriftin ölçüsü dəyişdirilib. Xeyr, elə baxanda görünür də, yəni eyni ölçüdə yazılıb. Bu da Y. Cədvəldə sorğular və bu sorğuların nəticəsində axtarış serverinin internetdə tapdığı səhifələrin sayı göstərilib. Ədəbiyyat and riyaziyyat sorğusundan tapılan səhifə sayını tapın. Burada yazmağa yer olmadığına görə götürün buradan. Əvvəlcə baxıram ki, yəni Venn diaqramını necə çəkməliyəm. Baxıram ki, üçü də bir-biri ilə kəsişir. Kəsişir ki, yəni kəsişməsinə 12 verib də. Deməli, Venn diaqramı belə çəkilməlidir. Yəni, üçlü formada, bax, bu formada çəkiləcək. Məsələn, bu olsun ədəbiyyat, bu olsun informatika, bu da olsun riyaziyyat. Dur, biraz sərkəs çəkdim. Sonra verib ki, ədəbiyyat ilə informatikanın birləşməsi 146-dır. Birləşmə deyəndə ikisini də götürürəm də. Bax, ədəbiyyat ilə informatikanın birləşməsi. Bax, ədəbiyyatla informatikanı birləşdirirəm. Bu isə mənə verir 146-nı. İnformatika ilə riyaziyyatın kəsişməsi deməli 32-dir. İnformatika ilə riyaziyyatın kəsişməsi də bax bu hissədir. Bax, bura olur bu yaşıl hissə 32. Üçünün də kəsişməsini verib 12. Bax, bura da 12-dirsə, bax, bura da 12-dirsə. Bu bütöv 32-də axı. Bura nə qədər qalır onda? 20 qalır da. Sonra verib üçünün birləşməsi 190-dır və bundan əlavə tək-tək verib ki, ədəbiyyat 89-dur, informatika 85-dir, riyaziyyat da 84-dür. Belə deyək, mən bu qırmızının 2 dənə belə deyək də çoxluğun birləşməsini bilirəm, 146-dır. Buranı da tapsam, bax bu hissəni də tapsam, obşi hamısını cəmləyib 190-a bərabər eləyə bilərəm də. Və fikir verirəm ki, buranı bir x götürsəm, bilmirəm də, çünki verilməyib qiyməti. Onda bu hissə nəyə bərabər olar? 84-dən bunların cəmini çıxacam da. 84 çıxaq 32. Deməli, çıx elə ki 32 84-dən 32 deməli çıx x-i çıxmalıyam. Burada mənə verir. Burada mənə verir. 52 plus x. Bura alınırsa əgər 52 plus x, onda bax bu bütöv nə qədər idi? 146 idi da. 146 üstə gəl. 52 plus x bərabərdir 190-a. Burada bir dəqiqə mən 32 plus x yazmalıydım. Çünki bunları cəmləyib 84-dən çıxıram. Onda 52 çıx x alınır burada. Bəli. X-i o tərəfə keçirsəm, 190, 8-dən də 190 çıxsam, x qalır 8. Görə indi bizdən nəyi soruşur? Ədəbiyyatla riyaziyyatın kəsişməsini tap. Ədəbiyyatla riyaziyyatın kəsişməsi bax bu hissədir. X-i 8 tapmışamsa, üstünə də 12 gələndə nə alıram? 20. Olur 20. Sonra şəkildə A, B, C, D və s. deyə şəhərlərini birləşdirən yolların sxemi verilib. Hər yolla yalnız oxun göstərildiyi istiqamətdə hərəkət etmək olar. Və verib ki, A şəhərindən K şəhərinə H-dan keçməklə gedən neçə müxtəlif yol var. H-dan getməklə deyirsə, H-dan keçməyən yolları burada çıxıram. Deməli, F-dən G-yə gedən yol H-dan keçmir də. Çünki mən buradan gəlib heç cürə H-a gedə bilmirəm.
Amma yuxarı yolu bağlamıram da G-dən J-yə. Çünki H-dan gəlib keçə bilərəm oradan. Bunlar da gəlib H-dan keçəcək. Aşağı bax CD yolu gəlmir, H-a heç cürə getmir. Sonra D-dən I-yə gedən yolda keçmir. Həmçinin D-dən K-ya gedən yolda, D-dən Y-yə gedən. Çünki H-dan bu tərəfə yol yoxdur da, yəni bu tərəfə yol gəlmir. Bunu da bağlayıram. Qalan yollar isə H-dan gəlib keçəcək. Onda bildiyimiz qayda ilə birinci çıxan tillərin üstünə 1 yazırıq. C-yə 1 gəlibsə 1 çıxır, B-yə 1 gəlibsə 1 də çıxır. A-dan F-ə də 1 gedir, H-a da 1 gedir. F-ə 2 gəldiyi üçün 2 çıxır. H-a gələnləri toplasam 2, 3. Bu da 4. 4 gəlibsə 4 də çıxır. Q-ya da 4 gəlibsə 4 çıxır. I-yə gələnləri toplasam 8 eləyir, 8 çıxır. J-yə 4 gəlibsə 4 çıxır. 4 plus 8 də 12-ni verir. Deməli, K-ya 12 dənə yolla getmək olar, H-dan keçməklə. Deməli, tələbələr səssiz video çarx deməli hazırlamaq qərarına gəlirlər. Video çarx üçün növbəti kamera tənzimləmələri seçilmişdir. Kadr icazəsi, verilmiş piksel, rəng sayı və s. olan video çarxın həcmi. Videonun həcmini tapanda bilirik ki, piksel sayını vururuq rəng dərinliyinə. Sonra bunu vururuq 1 saniyədə görünən, belə deyək də, kadrların sayına, bir də videonun davam etmə müddətinə. Piksel sayı və səssiz video olduğuna görə, yəni burada səsin həcmi nəzərə alınmır, heç verməyiblər də. 2/9 vuraq 2/9. Əgər 2/24 rəng sayı varsa, rəng dərinliyi bilirəm ki, 24 bitdir də. Yəni, n 2/24-dür. N də 2/i olduğuna görə i-nin qiyməti 24 bit olur. Və deyir ki, 1 saniyədə görünən kadr sayı 28-dir. Yəni, bunu tapdıq 28. 1 dəqiqəni də saniyəyə çevirirəm. Çünki yəni, düsturda bir saniyə ilə ifadə etməliyik. Bu da 60 saniyə olur. İndi hesablayıb tapaq. 2 bura mənə verir 18-i. 2/18 vur, 24 vur, 28 vur, 60 bit alıram. Bunu megabayta çevirəndə 2/23-ə bölürəm. Aşağıda 2/5, 32 qalır. 32 ilə 24-ü 8-ə aparsaq, 4 qalır, 3 qalır. Bunu da ixtisar aparsam, qalır deməli 15. Bu da alınır deməli 15 vur, deməli 3 vuraq, 15 vur 28. Bu da verir 1260. Olur A bəndi. Elektron cədvəl fraqmenti verilmişdir. B2 xanasına hansı düstur yazmaq lazımdır ki, bura? A2, D2 diapazona əsasən aşağıdakı diaqram qurulsun. Və birinci diaqrama baxıram. Görürəm ki, 2 dənə 33% verib, 2 dənə 17%. Deməli, bu xanalara əsasən qurulursa, 2 dənəsi bir-birinə bərabərdir, o biri ikisi də bir-birinə bərabərdir. İndi A2-yə baxsam, B1 çıxaq A1 verib. 7 çıx 5. Bu alıram 2. B2-ni saxlayıram. C2 də bərabər 2A1, yəni 5 dəfə 2, 10, çıxaq 6. Bu da alıram 4. Deməli, D2 də verib. B2 üstəgəl A2. B2 məsəl üçün X olsun. X plus A2 də olur, deməli 2. Təbii ki, buradan görünür də B2-ni X kimi ifadə edək. Buradan əslində baxanda görünür. Deməli, B2 2 olsun ki, bu ikisi bir-birinə bərabər olsun. X əgər 2 olsa, 2-nin üstünə də 2, 4 alacaq. Bu 4 ilə də 4 bir-birinə bərabər olsun. Bunlara 4 düşsün, bunlara da 2 düşsün ki, yəni düzgün diaqram alınsın. Deməli, B2-nin qiyməti 2 olmalıdır. Deyir, hansı düsturu yazaq ki, yəni 2 cavabı alaq. Burada da bir-bir yoxlayırıq. B1 məsəl üçün 7 çıx D1. 7-dən də 4-ü çıxanda 3 alınır. Deməli, 2 olmayacaq. Deməli, B-yə baxsaq C1 neçədir? Deməli, 4-dür də. Bölünsün D1. Yox, C1 üzr istəyirəm, 8 deyək. C1 8 bölünsün. Deməli, D1. D1 də 4-dür. 8 bölü 4, 2. Elə bu olur da. Deməli, B2 2 alınsın deyə B variantındakı düstur yazılmalıdır. Bir göldə, deməli, bir ədəd su zambağı var idi. Hər keçən gün su zambaqlarının sayı 2 dəfə artır.
10 gündən sonra gölün üstü zambaqlarla dolu olarsa, gölün yarısının zambaqlarla örtülməsi üçün keçməli olan göl sayını tapın. Deyir, bir göldə bir ədəd su zambağı var. Bu olsun su zambağı. Hər keçən gün su zambaqlarının sayı 2 dəfə artır. Məsəl üçün, bu gün bir dənədirsə, o biri gün onun 2 qatı olur da, 2 dənə olur. Bu birinci gün oldu mu? Bu da ikinci gün. Üçüncü gün olacaq. Bu 2-nin 2 qatı, 4. Dördüncü gün olacaq. 4-ün 2 qatı, 10. Deməli, 4-ün 2 qatı 8. Sonra 5-ci gün olacaq. 8-in 2 qatı 16. 6-cı gün olacaq. Deməli, 32. 7-ci gün olacaq. Deməli, 64. 8-ci gün olacaq. 128. 9-cu gün olacaq. 256. 10-cu gün olacaq. 512. Deməli, neçədir deyir? 10 gündən sonra. Hə, bu birinci gündür. 10 gündən sonra deyirsə, 11-ci gündə olacaq. Deməli, 1024. Yəni, özündən elə bir ki, 10 gün sonra da. Birinci gün çünki göldə bir ədəd var idi. Bundan 10 gün sonra deyirsə, artıq 11-ci günə 1024 düşür. 1024 2 üstü 10'dur da. Əslində, bunu əvvəldən də bilirdim ki, yəni 10 gün gedirsə, 2 dəfə onu öz-özünə vuranda 1024 alınacaq. Sadəcə əyani kimi göstərdim. İndi bu 2 üstü 10 alınıbsa, deyir ki, gölün yarısında su zambaqlarının yarısının su zambaqları ilə örtülməsi üçün keçməli olan gün sayı. Əgər burada 1024 dənə deyək də, yəni su zambağı varsa, bunu yarıya böləndə 512 düşmürmü, yəni bura? Zambaqların sayı. 512-də 2 üstü 9'dur. 10 burada günlərin sayını göstərdi ki, 10 gün keçib. Deməli, 512 olması üçün neçə gün keçməlidir? 9 gün. İfadənin qiymətini onluq say sistemində hesabla. Deməli, burada ikilikdən onluğa keçirsək, 8, 4, 12 o da bir cəmi 13 eləyir. Bu onsuz elə onluqdadır. Buradan da çıxacam. Deməli, A vur 16, 160 üstə gəl 2, 162. 162-dən də mənfidir, yəni əslində üstünə 34 gələndə çıxıram. Bu da mənfi 128 eləyir. Olur Y bəndi. Verilənlər bazası fraqmentinə əsasən Kərimli H.A-nın nəvələrinin sayını tapın. Əvvəlcə verilmiş şəxsin ID kodunu axtarıram ki, 200'dür. Görək sonra nə deyir? Hə, burada valideyn və uşaq, belə deyək də, münasibəti əks etdirilib və nəvələrinin sayını tapırıq. Birinci bu 200 ID kodlu şəxsin özünü valideyn qismində, bax burada axtarsaq 200'ü. 200'ün elə ki övladlarını tapıram da. 205, bir də 817-dir övladları. İndi nəvələrini tapmaq üçün təzədən bunların da övladlarını tapmalıyam. Ona görə həmin bunları valideyn qismində təzədən yəni baxıram. Məsələn, 205'in bir övladı 207'dir, bir övladı isə 206'dır. Başqa varmı? Xeyr. 817'də bir dənə verib, onun da övladı 668'dir. Deməli, nəvələrinin sayı olur 3. B variantı. Web səhifədən nömrələnmiş siyahının əks olunması üçün təbii ki, all tagindən istifadə edilir. İşarələnmiş isə uldur. 23. Algoritmi yerinə yetirəndən sonra A dəyişəninin qiymətini tap. A 4'dür, B 2'dir. B-ni hesablasaq, A-nı 4'ü bölür 2'yə, sonra da vurur 2'yə. Bu algoritm olduğu üçün, yəni ardıcıl icra etməliyik də. 4'ü 2'yə böləndə 2, 2'ni də 2'yə vuranda 4. Burada belə etmək olmaz məsələn. 4 bölünsün, 2 vur 2 4'ü verər, 1 götürərəm. Xeyr, axı ardıcıl gedir. 4'ü 2'yə bölür 2 alır, 2'ni də 2'yə vurur 4 alır. 2 vurulsun A, 2'ni 4'ə vuranda 8, 3'ü də B-yə vurur, 3 dəfə də 4, 12'də B-nin qiyməti dəyişib çünki. Bunları da toplayanda 20 alınır, yəni A-nın son qiyməti 20 olur. Məlumdur ki, cəmi 120 megabayt məlumat ötürülüb. Vaxtın ilk yarısında ötürülmə sürəti 3 vuraq 2 üstü 20 bit böl saniyədir. Qalan vaxtda 6 vur 2 üstü 19 bit böl saniyə. Ümumi ötürülmə müddətini tap. Bax, 120 megabaytdır da. Vaxtın ilk yarısı deyirsə 2'də 1 T'dir. Yəni bu zaman ərzində 3 vuraq 2 üstü 20 bit böl saniyə ötürüb.
Qalan yarısı da 2'də 1 t olur da. Bu zaman ərzində də 6 vuraq 2 üstü 19 bit böl saniyə olur. Biz indi Q-nü tapmaq üçün bu 2'də 1'ləri toplayanda onsuzda. Yəni 2 eləyib ki 2'də 1 t vuraq V1. Çünki bir vaxtın bir yarısında bu sürətlə gedib. 3 vuraq 2 üstü 20 ilə. Üstə gəl. Qalan yarısında da o biri sürətlə gedib. 6 vuraq 2 üstü 19 bit böl saniyə ilə. Belə alınır da. Və bunu bərabər eləyirəm Q-yə. Yəni 120 megabayta da. VT Q-nü verir çünki. Burada da onda 3 vuraq 2 üstü 20 üstə gəl 6 vur 2 üstü 19'u toplayıram, bölürəm 2'yə bərabər oluram 120 megabaytı. Burada 2 üstü 3 vuraq 2 üstü 19'u götürsəm 2 üstə gəl 2 qalır da mötərizənin içərisində. Böl bir də 2. Bu bərabər eləyir 120'yə. Deməli burada da 3 vurulsun 2 üstü 18. Bir də vuraq 2 üstə gəl 2 də 4'ü verir də bərabər olur 120 megabayta. Bura amma bitləndir də onu yadda saxlayaq. Çünki bu bit böl saniyə ilə verir baxın. İndi 3 vuraq 2 üstü 20 bir də t var vurulsun. T'ni də yaddan çıxartmayaq. T vurulsun 3 vuraq 2 üstü 20 bərabərdir 120 megabayta. T'ni də buradan tapanda, o qədər az yer verirlər ki, yaza bilməm. T'ni də tapanda 120 megabaytı bölürəm 3 vuraq 2 üstü 20'yə. Megabaytı bitə çevirirəm, çünki yenə deyirəm, bura bitlə verildiyinə görə. 120 vuraq 2 üstü 23'ü bölürəm 3 vuraq 2 üstü 20'yə. Yuxarıda 8 qalır, buna da ixtisar gedir. 40 vuraq 8 də verir 320 saniyəni olur belə. Sonra hər səhifəsində 2000 simvol olan 15 səhifəlik bir mətni çap etmək üçün saniyədə 500 simvol çap edən matrisli printerdən istifadə edilərsə, mətn neçə saniyədə çap olunar? Saniyədə 500 simvol. Bilirik ki, matrisli printerin yəni sürəti saniyədə çap etdiyi simvolların sayı ilə ölçülür. Bax, sürəti saniyədə çap etdiyi simvolların sayı ilə ölçülür. Yəni sürəti tapanda simvol sayını saniyəyə bölürük. Buradan da neçə saniyədə çap olunarı soruşur. Yəni saniyə sayını, t-ni soruşur. Bunu belə göstərək də v bərabər simvol bölünsün t. T-ni də tapanda simvol sayını böləcəm v-yə. İndi 2000 simvoldan ibarət 15 səhifəlik mətindirsə, deyir hər səhifəsində 2000 simvol var. Onda 15 səhifə varsa, 15 vuraq 2000 ümumi simvol sayı eləyir də mətnin. Bunu da t-ni tapanda bölürəm v-yə. V-ni də verib ki, saniyədə 500 simvol çap edir, yəni sürəti 500'dür. Burada da ixtisar gedəndə qalır 4 vur 15 60 saniyə. Olur cavab elə 60. Deməli 6. Əvvəlcə A-nı hesablayaq. 3 vurulsun B, deməli 3 vuraq 12, çıxaq 25. 36'dan da 25 çıxanda alırıq 11. A böyüdümü B-dən? A-nın qiyməti dəyişib 11 olur. Ona görə bunu artıq yaddan çıxardır. 11 böyüdüm 12'dən? Xeyr. Şərt ödənmir deyə onda əks haldanı hesablayıram. 2 vuraq A. 2'ni 11'ə vururam, üstünə də B-ni gəlirəm. 22'nin üstünə də 12 gələndə alırıq 34. Uyğunlaşdır verib. Əvvəlcə A-ya 37, B-yə 25 daxil edirəm. İndi şərti yoxlayaq. 35 böyüdümü 25'dən? Bəli, şərt ödənirsə onda əks halda ehtiyac yoxdur. Print A-nı çapa verir elə, yəni 37'ni. Başda 37 çap olunubsa elə buradan da görünür də A variantıdır, yəni 1'ə A uyğun olacaq. Yenə də baxaq. Alt-alta if olduğuna görə o biri ifi də yoxlayırıq. B, yəni 25 kiçikdirmi A-dan 37'dən? Bəli. Bu dəfə yenə şərt ödənir, əks haldaya baxmır. B çıxaq A-nı hesablayır. B-dən 25'dən də 37'ni çıxanda -12'ni çapa verir. Olur elə həqiqətən də A variantı.
1'ə A yazdıq. Sonra keçir 2 üçün eyni şeyi təkrarlayırıq. İkinci verilən ədədlər üçün A 19-dur, B də 19-dur. 19 böyükdürmü 19-dan? Xeyr. Əks halda onda bunu çapa verir. 2 vur B. 2 dəfə 19 eləyir deməli 38. Üstünə də 3 gələndə 41. Başda 41-i çapa verirsə, bu da olur elə B bəndi. Yenə izah üçün göstərirəm sadəcə. Alt-alta ifdir deyə o biri ifi də mütləq yoxlamalıyıq. Yəni 19 kiçikdirmi 19-dan? Yenə yox. Ona görə əks haldanı bir də hesablayır burada. 2-ni də 19-a vurub 38-i çapa verir. Yəni 41 ilə 38 çap olunur. Sonra qalır 3. 3-də isə ədədləri verib deməli neçə? 22 və 44. 22, 44. 22 böyükdürmü 44-dən? Xeyr. Əks halda onda 2 vur B. 2 dəfə 44. 88 üstəgöl 3, 90. Bir dəqiqə. A 22-dir, B də 44-dür. 22 böyük həm də 91. 91 bəs yoxdur. Hə, baxmamışam Y-yə. Bəli, deməli 91-i çapa verirsə, onda elə 3-ə də Y qalır. Yenə də o birini də yoxlasam, B kiçikdirmi A-dan, 44 kiçikdirmi 22-dən? Xeyr, onda 2 vur B-ni də hesablayır. Yəni 2-ni 44-ə vurur, 88 olur Y. 1-ə A, 2-yə B, 3-ə Y. Gəldik proqram hissəsinə, yəni yazı işlərinə. Bu blok sxemi burada çəkməyəcəm, çünki yer də azdır, həm də damalı olduğuna görə də biraz səliqəsiz görünəcək. Girişə verilən n sayda ədədlərdən ən böyüyü ilə ən kiçiyi deyir çapa ver. Məsələn, ədədlər daxil edirəm. 40 götürürəm, 50 götürürəm, 30 götürürəm, 10 götürürəm, 60 götürürəm. Yəni, belə ixtiyari ədədlər götürürəm, amma n dənə bilmirəm də, yəni nə qədər dövr gedəcək, n dənə belə ədəd götürürəm. Buradan ən böyüyü ilə ən kiçiyin fərqini deyir çapa verməliyəm. Deməli, dövrlərin sayı n olduğuna görə burada 1-dən n-ə kimi dövr gedir. 1, 2, 3, 4, 5. Məsəl üçün n 5-dirsə 5 dəfə dövr getməlidir. Əvvəlcə n-i daxil edirəm. Və mütləq bu ən böyük ilə ən kiçiyi tapmaq üçün əvvəldə bir dənə ədəd daxil etməliyəm də. Bunu da bir x kimi göstərim. Bu n dövrlərin sayıdır da, yəni 5 dəfə ədəd daxil edəcəyimi göstərir. X da burada 40-dır. Belə ki, ən böyük də, ən kiçik də 40 deyilmi yəni? Hələ bir dənə ədəd daxil eləmişəm də. Bax, ən böyük olsun, məsəl üçün, m, bu da olsun, x, yəni 40. Ən kiçik də hələ ki, eyni ədəddir, bu da olsun c. Və buradan yazıram, m maksimum, c də minimumdur. Dövrlərin sayını göstərmək üçün burada bir dənə i yazıram. Yəni, i nə qədər ki, kiçik bərabərdir n-dən dövr elə. N dəfə dövr gedəcək axı 5 dəfə. İndi hər qoluna gəlsin. Artıq mən necə müəyyənləşdirirəm? Bax, yeni bir ədəd daxil etməliyəm ki, böyüklə kiçiyi müqayisə edə bilim. Deməli, burada x-i yenidən daxil edirəm. Yəni, bir dənə 50 daxil etdim bu hissədə. İndi müqayisə eləyirəm ki, bu 50 böyükdürmü 40-dan? Yəni, x böyükdürmü m-dən? Mən böyüyü tapmaq istəyirəm də, ona görə yazıram m-dən. X m-dən böyükdürsə, yəni 50 40-dan böyükdürsə, onda böyük nə olur artıq? 50 olur da. Onda deyirəm, hər qoluna gəl, m-i həmin x-a bərabər götür, yəni 50-yə. Bax, fikir verin, m-in əvvəlki qiyməti 40 olmuşdu da, çünki x-in ilk qiymətini götürdü. Sonradan x-a 50 daxil eləyəndə, dedim ki, 50 böyükdür 40-dan. Bəli, onda m-i, yəni yeni x-a 50-yə bərabər götürdüm. Böyük olanı elə ki, m-ə mənimsətdim də. Yox, qolunu boş saxlayıram. İndi bir dənə şərt daha verirəm. Ola bilər ki, x kiçik ədəd olar. Məsəl üçün, növbəti dəfə 30 daxil eləyəndə artıq. Deyəcəm ki, yəni artıq bu
C-nin qiyməti nədir? 40 qalıb da. Çünki C-yə də x-in ilk qiymətini vermişəm. 40 məsəl üçün C-nin qiymətidir. X-a da yeni bir məsəl üçün qiymət 30 daxil eləyəndə, belə desəm ki, x kiçikdirmi, yəni C-dən? Bəli, 30 kiçikdir də 40-dan. Onda deyəcəm ki, hə, C-ni 30-a bərabər götür. Yəni kiçik qiyməti 30-a C-yə mənimsət. Ona görə şərti belə qoyuram ki, əgər x kiçikdirsə C-dən, onda həmin o kiçik qiyməti C-yə ver. Beləliklə C-də minimumu tapacaq. Və belə, yəni dövr eləyəcək. İndi təbii ki, növbəti dəfə gələcək 10 balaca olacaq. C onu götürəcək, 60-ı M götürəcək. Beləliklə, yəni davam eləyəcək. Burada bir də i-ni bir vahid artırıram. Çünki i dövrlərin sayı da axı. Birinci dövr getdi, i1 olanda dövr elədi. i2 olsun ki, sonra qayıdıb yenə dövr eləyə bilsin də, n dəfə dövr getsin. Buradan geri qayıdıram əvvələ. Nə vaxt ki, şərt ödənmir, dövrdən çıxır. İndi görək nəyə soruşur ən axırda. Ən axırda da deyir ki, ən böyüklə ən kiçiyin fərqini çapa ver. Ən böyüyü mən M ilə işarə eləmişəm, ən kiçiyi də C ilə. Onda fərqi də belə tapacam da M çıxaq C olacaq fərq, yəni F-i çapa verəcəm. Bu belə 29. Daxil edilən ədəddən sonra gələn ilk 5-ə bölünən ədədi çapa ver. Məsələn, daxil etdiyim ədəd 6-dır. Ümumiyyətlə, buna görə birinci n bərabərdir int input yazmalıyam. Yəni, bir dənə ədəd daxil edirəm. Tutaq ki, 6-dır da daxil etdiyim ədəd. Özündən sonra gələn, yəni ilk 5-ə bölünən ədəd nədir? 10. Düzdürmü? Bunu mən necə tapdım? 6-ın üstünə əvvəlcə 1 gəldim, 7 aldım. Düzdürmü? 7-ni yoxladım da. 7 bölünür, yəni 5-ə, xeyr. Sonra üstünə 1 daha gəldim. Yəni 7 üstünə 1 gəldim, 8 aldım. 8 bölünürmü 5-ə? Xeyr. 8 üstünə 1 daha gəldim, 9 aldım. 9 bölünürmü 5-ə? Xeyr. Bir də üstünə 1 gəldim, 10 aldım. 10 bölünürmü 5-ə? Bəli. Və burada dayandırdım. Və fikir verin, burada dövr gedir. Eyni prosesi, yəni aldığım ədədin üzərinə bir gələ-gələ davam edirəm. Amma nə qədər dövr edəcəyini bilmirəm. İndi 6 üçün bu qədər gedir. Bəlkə başqa ədəd olsa daha çox dövr gedəcək. Məsəl üçün 12 olsa artıq 15-də qutaracaq dövr. Ya 19 olsa 20-də qutaracaq dövr. Yəni daha tez bitəcək. Dövrlərin sayı məlum olmadığına görə while-dan istifadə edirəm, şərtli dövrdən. Dövr hara qədər getdi? Əgər ədəd, yəni özündən sonra gələn ədədi 5-ə böləndə qalıq 0-dan fərqlidirsə, onda dövr elədim, də mən? Təbii ki, 6-nın özünü götürmürəm. Çünki deyir ki, daxil edilən ədəddən sonra gələn. Ona görə bu eni bir vahid artırıram. Çünki mən birinci 6 üstünə 1 gəlib, birbaşa 7-ni yoxladım ki, 7-ni 5-ə böləndə qalıq 0-dan fərqlidirmi? Hə, fərqlidir deyə eni bir vahid artırdım. Sonra 8 oldu da. 8-i 5-ə böləndə qalıq 0-dan fərqlidirmi? Bəli. Onda onu 9 elədim. Belə-belə gəldi. Axırda onu 5-ə böləndə qalıq 0-dan fərqlidirmi? Xeyr, yəni dövrdən çıxır, həmin onu çapa verir. Olur bu formada. Daxil edilən iki ədədin hər biri sadə ədəddirsə, yes, deyilsə no sözünü çapa verən Python dilində proqram yaz. Proqramı tərtib edərkən ədədlərin sadə olub olmadığını yoxlayan funksiya yazın. Hə, bunu mütləq deyir deflə yazmalıyıq. Yəni bunu deyə buradan qeyd edirəm. Yəni bilirik ki, funksiyada əvvəlcə alt proqram yazırıq. Yəni ən aşağı hissədən A-nın B-nin qiymətlərini daxil edirəm. Çünki deyir daxil edilən 2 ədəd. Buradan 2 dənə ədədi daxil edirəm. Int input vasitəsilə. Bir dənə də B bərabərdir int input. Və bizə deyir ki, daxil etdiyin hər iki ədəd, yəni hər biri sadədirsə yes sözü. Onda şərt verirəm ki, əgər burada bir funksiya yazmalıyam da, məsəl üçün f olsun. F-a, indi yuxarıda quracağım proqramı artıq beynimdə tutduğuma görə belə bir şey yazıram ki, f-a 1-ə bərabərdirsə and, eyni zamanda da and, yəni f-a 1-ə bərabərdirsə, eyni zamanda f-b də 1-ə bərabərdirsə, onda print yes sözünü çapa ver. Yəni, hər ikisi sadədirsə yes. Əks halda print no sözünü çapa ver.
Burada 1 də yaza bilərik, 2 də, 3 də, 10 da fərqi yoxdur onun. Mən özümcə elə belə 1 götürmüşəm. İndi nəyə görəsin deyəcəm. Artıq yuxarıdan funksiyanı elan etmək üçün def yazıram. Və f(a), f(b) yazdığıma görə burada da bir dənə funksiyanı f götürürəm. Və parametr olaraq da elə x yazıram. Y də olar, fərqi yoxdur yəni. Və bilirəm ki, sadə ədəd necə ədəddir? 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Məsəl üçün, A ədədi tutaq ki, 7-dir. Sadədir də 1-ə, bir də özünə bölünür, yəni 7-yə. Amma 8-i götürəndə bu mürəkkəbdir. Çünki 1-ə və özündən başqa bu aralıqda başqa ədədlərə də bölünür. 2-yə, 4-ə. Deməli, mən yoxlamalıyam ki, 1-ə və özünə onsuz da bölünür də ədəd. Bu parçada, yəni 1 və özü aralığında başqa bir ədədə bölünmürsə, onda sadədir də. Bunu da belə göstərəcəm dövr vasitəsilə ki, for i in range. Və 1-i çıxdım, 1-ə onsuz da bölünür də sadə ədəddirsə. 2-dən özünə qədər. Özü daxil olmamalıdır. Birinci A üçün nəzərə, yəni burada artıq x yazacağam. Məsəl üçün x tutaq ki 8-dirsə, 2 8 alınacaq da. Burada onsuz da i-nin qiymətləri 8-ə qədər 8-in özünü götürmür. 2, 3, 4, 5, 6, 7 olur. Yəni bu ədədlərdən hansısa birinə bölünürsə x, yəni 8 qiyməti, onda deməli mürəkkəb də əks halda sadə. Onda şərt verirəm ki, əgər x həmin bu i-nin qiymətlərinə hər hansı birinə bölünərsə, bölənlərini say. Sayma üçün də bura bir dənə s bərabər 0 yazıram və s-i 1 vaid artırıram. Əgər bölənlərin sayı 0-dırsa və dövrdən çıxandan sonra burada şərt verirəm də. Əgər bölənlərin sayı, yəni bu s 0-dırsa, yəni 1-ə və özündən başqa bu aralıqda hər hansı bir ədədə bölünmürsə, deməli sadədir də. Onda yazıram return 1. Əks halda da yazıram return 0. Və fikir verin, burada məsəl üçün A-ya 7, B-yə də məsəl üçün 5 daxil eləmişəm. F7 məsəl üçün bu alınır, F5-də bu alınır. Birinci F7-ni tapacaq, buradan x-in qiyməti 5 olacaq da. Və buradan x-a 5 qoyanda 5, yəni 2 və özü aralığında heç bir ədədə bölünmür deyə S0 qalacaq. Və 0 0-a bərabərdirmi? Bəli. Onda return 1-i qaytaracaq, yəni F7-yə. F7 1-dir deyə 1 bərabərdirmi 1-ə? Şərt ödənəcək də. F5-də də yenə gəlib 1-i qaytaracaq. 1 bərabərdirmi 1-ə? Bəli. İkisi də bərabər olduğuna görə end ödənəcək, yes-i çapa verəcək. Endi ona görə yazmışam. Or yazsaydım düz olmazdı. Çünki ola bilər ki, biri məsəl üçün B-yə 8 daxil eləyim. F8 olanda axı return 0-ı qaytaracaq. Or olsaydı, bir tərəf məsəl üçün, bir tərəf yox olanda da or şərt ödənir də, yəni or olduqda yes-i çapa verir. Amma end olanda gərək, yəni iki tərəfdə də şərt ödənsin ki, yes sözü çapa verilsin. Çünki bizə deyir ki, hər biri sadə ədəddirsə yes-i çapa verir. Yəni demir ki, hər hansı biri sadədirsə. Hər hansı biri desəydə, or yazardıq. Bu da belə, gələn videolarda görüşənədək.